İndi isə uşaqlar gəlin mövzumuzla bağlı bir neçə tapşırığı yerinə yetirək. Uyğunluğu müəyyən edək. Plasenta vasitəsilə maddələr mübadiləsi baş verir. Bu, öyrəndik ki, uşaqlar döl dövründə baş verir. İmplantasiya ilə yekunlaşır. Bu proses rüşeym dövrünə aiddir. Ziqot bölünərək bir neçə gün ərzində çoxhüceyrəli rüşeymə çevrilir. Bu, başlanğıc dövrə aid olan prosesdir. Plasentanın əmələ gəlməsi ilə başa çatır, döl dövrünə aiddir. Orqanlara başlanğıc verən xüsusi hüceyrə qatlarının əmələ gətirir. Bu isə rüşeym dövrünə aid olan bir prosesdir. Bətndaxili inkişafın mərhələlərinin ardıcıllığını düzgün müəyyən edin. Demək uşaqlar, biz mövzumuzda da öyrəndik ki, birinci bətndaxili inkişaf mayalanma ilə başlayır. Bundan sonra əmələ gələn ziqot bölünməyə başlayır, bölünərək çoxhüceyrəli rüşeymə çevrilir. Bundan sonra implantasiya ilə rüşeym dövrü başlayır. Burada D variantı bura uyğun gələcək. Bundan sonra ciftin əmələ gəlməsi ilə döl dövrü başlayır və sonda uşağın doğulması ilə də proses yekunlaşır. Düzgün və yanlış ifadələri qeyd edin. Mayalanmadan sonra dərhal uşaqlıqda dölün inkişafı başlayır. Bu fikrimiz əlbəttə ki, yanlışdır. İmplantasiyadan sonra bətndaxili inkişafın rüşeym dövrü başlayır. Bu fikrimiz doğrudur. Ana və dölün qanı bir-birinə qarışır. Mövzumuzdan da öyrəndik ki, uşaqlar, ana və dölün qanı heç vaxt bir-birinə qarışmır. Göbək ciyəsi vasitəsilə döl oksigen və qida maddələri ilə təmin olunur. Bəli, bu fikrimiz doğrudur. Hamiləlik təxminən 30-32 həftə davam edir. Bu fikrimiz də yanlışdır. Eyni yumurta əkizləri eyni cinsə və irsi xüsusiyyətlərə malik olurlar. Bu fikrimiz doğrudur. Dölün bədənində əmələ gələn parçalanma məhsulları xovlar vasitəsilə ananın qan kapillyarlarına keçir. Bu fikrimiz də doğrudur. Döl dövrü bətndaxili inkişafın 2-ci ayının sonundan başlayır. Doğrudur. Rüşeymin xarici qişası xovlu, qan kapillyarlarla zəngin olur. Bu fikrimiz də doğrudur. Rüşeym xovlu qişasının içərisində əmələ gələn qovuqdakı mayenin içərisində yerləşir. Bu fikrimiz də mövzudan öyrəndik ki, doğrudur. Uşaqlar, tapşırıqlarımız bu qədər. Sağ olun, gələn görüşlərədək.